Sizdə mən ağlıma gələndə və xahiş edəndə mən istəyirəm ki, bu faciə necə olur və s. Mənə hamı dedi ki, meyitlər yalnız Xocaldadır və ermənilərlə danışıqlıq aparılır, dəyişdirilir və meyitlər gətirilir. Xocalı cəmaatı mənə deyəndə ki, o domuz fermasının yanında da, amma onlar demişlər ki, domuz fermasında sağ adamlar var. Xocalı cəmaatı əyarla gəlib, orada gizlənir. Onu deyəndə, gənə də hamı, mən BTR xahiş elədim, maşın xahiş elədim, əyarla, mənə hamı dedi ki, nə bağda ora əyar basmaq olmaz, ora qırılırdı, ermənilər oranı dağdaş altında saxlayırdı, s. 29-unda həmin yerə güc bəlanla, Umudlu kəndindən, hərbi vertolyotlarla, qaydanda Ağdama, xahişlə o tərəfdən uçanda, mən gözümdən gördüm və bunu keçmişəm ki, Xocalı'dan 10 kilometre uzaklıkta olan yer, o domuz ferması. Amma bizim postdan, Qarabağ postundan, təxminən 700 metrede olan yer, 50'den artıq bizim meyitlərimiz səfələnir. Və ən böyük məni bu günəcən dəyişətə gətirən və mən yine başa düşməyən odur ki, mən göydən çəkdim, meyitlərin arasında bizim 10 nəfər saçıcı gəzir. Ağdamla, hərbi paltarda, onların çəkilişi də var, üzləri də və saçıcı meyitlərin arasında gəzir. Mənə bu günəcən amma deyilirdi ki, nə bağda, orada meyil yoxdur, bir ikincisi də orada heç kim gelib çıxmaq olmaz, ermənilər və s. Və biz gəlib, mənə nə bağda demək və biz gəlib nəhayət vertolyotla orada düşən kimi, birdən niyəsə vertolyotların üçü də qayıtda Ağdama və o 10 nəfər də əyarla, necə ki gəlmişlər, orada əyarla da o dəqiqə getdilər və biz 6 nəfər qalıb oldu, 5-6 nəfər. Vertolyotlar qayıtlar oldu. Ağdama gələdi, kilişirdi. Şehirde onları maşın gördü. Biz ise oraya düşenden sonra 45 dakika biz orada meyitlerin arasında olduk. Çekiliş apardı. Nakçıvan Esçelen yanı o avtomobil yolundan 25 metre kırağında. 2 tane ermenilerle dolu maşın geçti. Bizi gördü ve biz eğer Ağdama dayatmaya başladık. Bir de orada gülle atılmadı. Ve ben bugün başa düşmüyorum. Niye? Bizim posttan 600-700 metre kırağda olan meyitleri arasında bizim aramla 10 nefer sadece geze o meyitler getirildi. Ama niyeyse Xocalı'dan danışıqlar aparılır, o anda ve güçlenen meyitler değişti. Güya siz demişsiniz ki, ne Rus demişler, Zapadnya, Ermeniler orada bizimkileri gözleyip ne vardı oraya gitmiyor olmaz ve ona göre güya ki Ermeniler gelip orada cemaat tutuyor. Bunun arası aşılmasa, mən də bu faktları, o keçdiyim faktları hamısı məndə durur və xahişələrini komisiya ki, hələlik onlar işləyənəcək. Amma mənə elə gəlir ki, mən qorxduğum olur ki, bu komisiyada yanvar faciəsini, vertolyot faciəsini və ümumiyyətcə bütün bu olan faciələrin komissiyasına dönəcək ki, biz gələk azı 5-6 il oturaq ki, hava bunun axır tapılacaq və bu qüvvə, bunu eləyən, bu faciələri eləyən qüvvə günü-gündən genə də təzə şey hazırlayır. O barədə sizin fikrim. Bizim hələlik bilirsiniz, mənim fikrimcə, hələlik Azərbaycanda bildiğimiz xalq faciəsinin birinin üstüne açılmıyor. Bilmirəm, bu da çətin açılar.